Ey Rəbbim, kərəminə xatir duamı qəbul etməyini istəyirəm. Dərgahında yoxsulluqdan qurtulmağıma ümid edirəm, ehtiyaclarımı sənin zənginliyinlə aradan aparıram. Bağışlamağın sayəsində ayaqdayım. Ehsan və kərəminə göz dikirəm və daim etdiyin yaxşılıqlara baxıram. Məni cəhənnəm odunda yandırma. Sən mənim ümidgahımsan. Məni cəhənnəmdə sakin etmə. Sən gözümün nurusan. Ey mənim Mövlam, ehsan və nemətlərinə olan gümanımı boşa çıxarma. Həqiqətən sən mənim etimad yerimsən. Savablarından məni məhrum etmə. Şübhəsiz ki, sən ehtiyaclı olmağımdan xəbərdarsan. İlahi, əgər əcəlim yetişdikdə əməlim məni sənə yaxınlaşdırır,